Salamlar değerli izleyicilerimiz. Bugün daha bir maraqlı mövzumuz var. O baxımdan diqqətiniz bizdə olsun. Miyopiyanın qarşısını almasının müasir aspektlərindən danışacağıq. Ümumiyyətlə miyopiya nədir? Miyopiya görmə zəifliyi yaradan bir refraksiya qüsurudur. Bu göz almasının normadan uzun olması və şüa keçirici mühitlərin güclü şüa sındırması nəticəsində yaranır. Bu zaman uzağı pis görürük, yaxını isə yaxşı görürük. Miyopiyanın korreksiyası zamanı eynəklər, optik linzalar və ekzimer lazer əməliyyatları tətbiq olunur. Xüsusilə 6-16 yaş arası miyopiyanı ləngitmək olduqca vacibdir. Belə ki, miyopiya dərəcələrə bölünür. Aşağı dərəcə -3-ə qədər, orta dərəcə -6-ya qədər və yüksək dərəcə 6-dan yuxarı hesab olunur. Və biz çalışmalıyıq ki, miyopiyanın artımı sürətli getməsin. O zaman nə tətbiq oluna bilir? Müasir texnologiyaların tətbiq olunması ilə xüsusi şüşələr hazırlanmışdır. Bu şüşələr miyopiyanın inkişafının qarşısını ala bilir və 2 ilə qədər gözdə zəifləməni ləngidə bilir. Şüşələrin quruluşu elə yaradılmışdır ki, yaxına baxanda akkomodasiya etmir, yəni uşaq yaxına baxanda həmin eynəklə gözü yorulmur, işləmir, əksinə olaraq dincədir. Bu eynəklərin tətbiqi ilə biz 18 yaşına, yəni ekzimer lazer yaşına qədər miyopiyanın artımının qarşısını ala biləcəyik. Bu şüşələr miyopiyanın inkişafının qarşısını alması üçün çox faydalı bir yenilikdir və tətbiq etməyimiz olduqca vacibdir. Bu və digər mövzularla videolarımıza davam edəcəyik.